Növbəti sual İrandan gəlir və sualı Rüqəyyə verir. O deyir, ey Mövlam, ağrı kəsicilər, məsələn, kodeinlə birlikdə olan asetaminofen, gelafen və ya ibuprofen kimi dərmanları istifadə etməyin hökmü nədir? Dərmanlara gəldikdə, əgər dərman kapsulunun xarici örtüyü heyvani jelatindən hazırlanmayıbsa və əgər ehtiyac varsa, bu dərmanları istifadə etmək icazəlidir. Əslində, insanın ehtiyac duyduğu dərmanı qəbul etməsi bir növ vacib sayılır. Əhl-i Beytdən əleyhissalam gələn məşhur bir hədis var. Hədisdə keçir ki, Allahın peyğəmbərlərindən biri xəstələnmişdi. O, Allahdan şəfa dilədi. Amma Allah dərhal ona şəfa vermədi və onu gözləməyə vadar etdi. Sonra bir həkim ortaya çıxdı və ona xüsusi bir dərman təklif etdi. Peyğəmbər bu dərmanı qəbul etmədi və qəbul etməməyə davam etdi. Həkim onu qəbul etməsi üçün təkid etdi. Amma o dedi, mən Allaha güvənirəm. Həmin an Allah Peyğəmbərə vəhy edərək buyurdu, Allaha and olsun, əgər sən bu dərmanı qəbul etməsən, səni əsla sağaltmayacağam. Bu hadisə onu göstərir ki, müasir tibbdən istifadə etmək cinayət deyil. Əksinə bu bir öhdəlikdir və bunu etmək lazımdır. Ancaq insan ehtiyac duymadığı halda dərman qəbul etməməlidir. Peyğəmbərdən gələn başqa bir rəvayətdə buyurulur ki, kim ehtiyacı olmadığı halda dərman içər və sonra ölərsə, mən bunun məsuliyyətini daşımıram. Başqa bir rəvayətdə isə bildirilir ki, elə bir dərman yoxdur ki, onun yan təsiri olmasın. Hər bir dərmanın yan təsiri var və bu başqa bir xəstəliyi tətikləyə bilər. Əgər bir insan ehtiyacı olmadan dərman içərsə və ya çox dərman qəbul edərsə, bu onun başqa bir xəstəliyə tutulmasına səbəb ola bilər. Əhl-i Beyt əleyhissalam buyurur ki, bədənə daxil edilən hər şey yalnız zəruri hallarda qəbul edilməlidir. Əgər insan buna əməl edərsə, bədən özü öz qeydinə qalacaq. Yəni, yalnız həqiqətən ehtiyac olduqda dərman qəbul edin. Yalnız ac olduğunuz zaman yemək yeyin. Yalnız susadığınız zaman su için və s.